Başlayaq. Şamaxı xanlığı. Şamaxı xanlığı haqqında danışmamış bir dənə məsələni danışmalıyıq. Uşaqların ən çox qarışdırdığı məsələ nədir? Bir dənə bunu yazım sizə. 1734 məsələsi. Bildiyimiz kimi 1734-cü ildə Nadir xan tərəfindən, bax burada da şah deyir hərdən uşaqlar qarışdırır. Nadir Şaholov 36-dan. 1734-cü ildə xan idi. Nadir xan tərəfindən Şamaxı bölünür iki yerə. Hansı? Bir köhnə Şamaxı, bir də yeni Şamaxı. Yəni bu yeni Şamaxının əsasını qoyur da. Yeni Şamaxı hara adlanır? Düzdür. Köhnə Şamaxı da təbii ki bildiyimiz kimi elə köhnədir. Yeni Şamaxı Ağsudur, köhnə Şamaxı da elə həqiqi Şamaxıdır. İndi bu desək ki, xanlığı 1734-cü ildə Nadir bölüb, düzdür, səhvdir. Səhvdir. Xanlığı bölməyibdir. Şamaxı şəhərini bölübdür. Xanlıq 1747-ci ildə yaranıb. Yəni bu adətən uşaqların ən çox səhv etdiyi məsələlərdən biridir. Ümumiləşdirsək nə dedik? Şamaxı şəhərini Nadir 1734-cü ildə iki yerə bölüb. Yeni Şamaxı və köhnə Şamaxı. Nadirin ölümündən sonra Yeni Şamaxıda da xanlıq yaranıb. Köhnə Şamaxıda da xanlıq yaranıb. Bunlar neçənci ildə gedir təxminən? 1747-ci ildə. Yeni Şamaxıda kim başçılıq eləyir? Hacı Məhəmməd Əli. Məhəmməd Əli. Köhnədə kim başçılıq eləyir? 1. Məmməd Səyid. Məmməd Səyid. 2. Ağası. 2 qardaş. Hər iki qardaş, Məmməd Səyidlə ağası qardaşları. Hər iki qardaş hansı sülalədəndir? Sərkarlar sülaləsindəndir. Bunu bir də ümumiləşdirək. Dedi ki, Azərbaycanın şimal-şərqində, Kürdən şimaldakı torpaqlarda Dərbənd var idi, Quba var idi, Şamaxı var idi və Bakı kimi xanlıqlar var idi. Düzdür? İndi şəklini yazmışlar, amma o da Kürdən şimalda yerləşir. Bu xanlıqlardan biri də Şamaxıdır ki, Şamaxı xanlığının həm də Şirvan xanlığı da deyə bilirlər. Şamaxı xanlığı olmamış 1734-cü ildə Nadir xan tərəfindən şəhər olanda iki yerə bölünüb. Yeni Şamaxı və köhnə Şamaxı. Daha çox Yeni Şamaxı yaranıb əhalisini ora köçürüblər. Bundan sonra 1747-ci ildə Nadirin ölümündən sonra köhnə Şamaxıda Məmməd Səyid və ağası qardaşlarının başçılığı ilə Sərkarlar sülaləsi hakimiyyətə gəldi. Bu oldu bir Şamaxı xanlığı. Bir də Yeni Şamaxıda isə Hacı Məhəmməd Əli hakimiyyətə gəldi. Buna görə də biz deyirik ki, Şamaxını digər xanlıqlardan fərqləndirən əsas məsələ o idi ki, Şamaxıda iki hakimiyyətlik mövcud idi. Lakin bu iki hakimiyyətlik nəyə səbəb olurdu? Bir, xarici hücumların qarşısını ala bilmirdi. Xarici hücum deyəndə kimi, qonşu xanlıqlar bura hücum eləyəndə və ya Gürcülər hücum eləyəndə onların qarşısını almaq çətinləşirdi. Bir də öz aralarında mübarizə aparırdılar. Demək, iki dənə problem var idi bunun parçalanmasında. Bir, xarici və qonşuluq xanların hücumu. Xarici qonşu xanların hücumu. Xarici deyəndə təkcə qonşu xan yox, həm də indi Gürcülər də ola bilər, başqa da ola bilər. Düz olmayıb amma yəni ola bilər də. Məsələn, Dağıstanlı ola bilər, digər məsələ. Xarici deyirik, digər qüvvələr də ola bilər. Xarici və demək qonşu xanların hücumuna qarşısını almağa çətinlik törədirdi. 2. Bu xanlar öz aralarında xanların, yəni köhnə Şamaxı ilə Yeni Şamaxının arasında mübarizə gedirdi. Burada bir məsələ var. Bunun həm hərbi cəhətdən deməli təsir edirdi buna. Həm də iqtisadi cəhətdən. Yəni iqtisadi siyasi cəhətdən təsir. İqtisadi cəhətdən nə olduğunu geniş yazmayıbdı, amma biz başa düşməliyik ki, bir xanlığın parçalanmış olması onun iqtisadiyyatına mənfi təsir eləyir. Bəs yaxşı, sonra nə oldu? Sonra iki hakimiyyətliyə son qoyuldu. Nə cür son qoyuldu iki hakimiyyətliyə? Kim deyər? Bəli. Bu köhnə Şamaxının, ya buraya da köhnə Şamaxının orduları hücum elədilər Hacı Məhəmməd Əlinin üzərinə və bunu tabe etməklə Vahid Şamaxı xanlığını yaratdılar. Neçənci ildə oldu bu hadisə? 1763-cü ildə. Lakin bunun xeyrini çox da görə bilmədilər. Ona görə ki, Qubalı Fətəli bura yürüş etdi. Qubalı Fətəlinin məsələsini biz daha həm Şəki xanlığında danışmışıq. Həm Quba xanlığında danışmışıq Şamaxı ilə olan məsələni. İndi Şamaxının özündə danışırıq deyə çox da geniş danışmıram. Qısaca bir neçə məsələni deyirəm, çünki onsuz da onu bilirsiniz. Nə deməliyik? Şamaxıya 1755-ci ildə kim hücum etmişdi Şamaxıya? Buraya da Şamaxıya Şəki hücum etmişdi. Düzdür? Bəs yaxşı 1765-ci ildə kim hücum etmişdi? Quba. Düzdür? 1755-də Şəki xanı hadisələr hücum eləyəndə Qubanın Fətəlidən qabaqçı Hüseyn Əli xan qoymamışdı, imkan verməmişdi. 65-də də Qubalı Fətəli hücum eləyəndə Şəki Hüseyn xan icazə verməmişdi. Ona görə
Demək, bunlar razılaşdılar və öz aralarında iki yerə böldülər. Neçənci ildə? 1767-ci Şamaxı iki yerə bölündü. Bəs yaxşı, neçənci ildə köhnə Şamaxı ilə yeni Şamaxının, daha sonra yəni hər iki yerə bölünmüş Şamaxı tamamilə Qubanın tərkibinə getdi. Deməli 1768. Bunu geniş danışmışıq deyə sadəcə qısa deyirik. Qısa olaraq onu deməliyik ki, Şamaxı 1763-də birləşsə də bu birləşməyin xeyrini çox görə bilmədi. Ona görə çox görə bilmədi ki, 67-də onu iki yerə böldülər, Şəki ilə Quba. 68-də də isə onun hamısı tamamilə düşdü kimin hakimiyyəti altına? Quba xanlığının hakimiyyəti altına düşdü. Neçənci ilə qədər Quba xanlığının hakimiyyəti altında qalıbdı? 1789-da. 1789-da nə oldu? Qubalı Fətəli xanın ölümünə qədər, demək yazaq 1789-cu ilə qədər Qubalı Fətəlinin hakimiyyəti altında oldu. 89-da Qubalı Fətəli xan öləndə burada nə başladı? Neçənci ilə qədər olan dövr hakimiyyət mi? 1792. Demək, 1789-dan 1792-yə qədər olan dövr hakimiyyət mübarizəsi adlandı və bu mübarizədə kim qalib gəldi? Mustafa xan. Mir yox, Mir Lənkərandadır. Mustafa xan qalib gəldi. Bir dənə buranı sileyim. Deməli, hakimiyyət mübarizəsi neçənci il oldu? 1789-dan 1792-yə qədər. Kim qalib gəldi mübarizədə? Mustafa xan. Mustafa xanın hakimiyyət dövrü nə vaxtı? 1820-ci illərdə, yəni 1792-dən 1820-yə qədər hakimiyyətdə olubdu. Mustafa xanın dövründə Qacarlar bura hücum eləyibdi. Neçənci illərdə? 1795-də, 1797-ci ildə. İndi bu 95 yürüşün geniş keçəcək, yəni orada biləsiniz nə tər olub 95 yürüşü. 95-də yürüş eləyir. Şamaxı xanı tabe olmasa da xanlıq tutulur. Amma xanı tabe eləyə bilmir. Xanlığı tabe eləmir, amma tutur torpağını. O məsələni indi orada izah eləyərəm, fərqləri nədir onların. 95, ona görə yazıb ki, 1795-ci yürüşünə tabe olmadı. Tabe olmadı. Lakin 1797-ci ildə Qacarlara tabe oldu. Başa düşdük bunu? 1795-ci ildə Qacarlara tabe olmadı. 1797-ci il isə Mustafa xan Qacarlara tabe oldu. 1805-də bəs kimə tabe oldu? 1805-in sonlarında Rusiyaya tabe oldu. Burada bir fərq də var. Bunu deyim, çox adam bunu elə bir kürəkçay müqaviləsidir. 1805-ci ildə 3 dənə xanlığımız birləşdiribdi. Qarabağ 14 mayda, 21 mayda Şəki. Hər iki xanlıq, bundan öncəki iki xanlıq kürəkçay müqaviləsinə tabe olmuşdu. Lakin 1805-in sonlarında, təxminən dekabr aylarında birləşdirən Şamaxı isə o demək ki, tabe olub həm onlarla eyni tarixdə, lakin bu müqavilənin adı kürəkçay deyil, kürəkçaya bənzər müqavilə deyirlər buna. Bəs yaxşı, nə vaxt Rusiya tərəfindən tamamilə ləğv edildi? 1820-ci ildə isə ləğv edildi. Bura kim başa düşməz nəsə var? Yox. Gəncə xanlığı. Gəncə xanlığı haqqında nə deməliyik? Deməli, Murov dağdan Kür çayına qədər olan ərazini əhatə eləyir. Gəncəni kim yaradıbdır? Şahverdi xan Ziyadə. Gəncə xanlığının mövcudiyyət tarixindən danışaq. 1747-dən 1804-cü ilə qədər. Xanlığın əsasını kim qoyub? Şahverdi xan, Şahverdi Ziyadoğlu. Aha. İndi bir məsələ var. Bu xanlıq hansı sülalə tərəfindən, hansı tayfa tərəfindən yaradılıb? Cavab Qacarlar. İndi burada yazıb Qacarların Ziyadoğlu nəsli. Bu heç nəyi dəyişmir. Məsələ odur ki, bunlar Qacarlar tərəfindən yaradılıbdır. Vəssalam. Ziyadoğlu nəslidir. Qacarlar tayfasından yaradılıb, məsələn, kim kimi deyə bilərik ki, İrəvan xanlığı da bilsə Əfşarlar tərəfindən yaradılsa da 1755-dən sonra Qacarlar tərəfindən idarə edilib. Eyni ilə də bu. Və yaxud da ki, Astarabad xanlığı ilə Gəncə xanlığının oxşar cəhəti nədir? Hər ikisi Qacarlar tayfası tərəfindən yaradılıb. Belə bir şey də bilə bilərsiniz. Bəs yaxşı, xanlığın əsasını qoydu Şahverdi xan Ziyadoğlu. Xanlıq demək mövcudiyyəti tarixində nə işlər görübdür? Gürcülərin hücumundan qorunmaq üçün kimlərə sığınıbdır? Kimlərlə dostluq əlaqəsi? Demək gürcülərə görə istəyib ki, həm Osmanlı ilə əlaqəsi olsun, həm də Qarabağ xanlığı ilə. Bəs yaxşı, Osmanlılara nə vaxt elçi göndəribdir? 1752. Həmin tarixdə də bilirsiniz ki, Qızılqaya xəyanəti olubdur. Bura kimi bildik, burada bir problem yoxdur. Bəs buradan başqa da dedik ki, kimlərdən asılı vəziyyətə düşübdür? Həm gürcülərdən asılılığı qəbul edibdir, müəyyən müddətdə, həm də Qarabağda. Qarabağdan bilirsiniz də Zənginin içərisində var. Ərdəbil, Naxçıvan, Gəncə, İrəvan. Onsuz da bilirdik ki, olub. Demək, həm müəyyən müddətə gürcülərdən asılı vəziyyətə düşüb, həm də Qarabağdan asılı vəziyyətə düşübdür.
Bəs sonra nə oldu ki, burada iki hakimiyyətlik yarandı? Bunu deyək. Bunlar Gəncə və Qarabağ, daha doğrusu Gəncəlilər Gürcü və Qarabağ hakimlərinə xərac ödəyirdilər, pul ödəyirdilər. Lakin taxta çıxan hökmdarlar, indi bunu bir dənə qısaca deyim, bu dərslikdə yoxdur. Bax bu hissəni elə belə qulaq as. Bu Şahverdi xan Ziyadoğlu öləndə 1763-cü ildə yerinə oğlu Məhəmməd Həsən gəlir, kitabda yoxdur. Məhəmməd Həsən gücləndirir xanlığı və gücləndirdiyinə görə xərac verməyə imtina edir. Xanlıq da güclüdür. Nə gürcülər bura hücum edə bilir, nə Qarabağlar hücum edir. Lakin Məhəmməd Həsən ən güclü olduğu vaxtlarda qardaşı Məhəmməd tərəfindən sui-qəsdə məruz qalır. Qardaşı bunu öldürür. Qardaşı öldürəndə xanlıq zəifləyir. Bax o zəifləmədə o da gələn kimi deyir ki, mən nə gürcülərə vergi vermirəm, nə Qarabağa vergi vermirəm, heç kimə vermirəm. Amma artıq Məhəmməd Həsənlə Məhəmmədin fərqi odur ki, bu çox zəifləmişdi. Ona görə indi kitabımızda nə yazır? İndi ortanı keçək, kitabımızda yalan hissələrini danışaq. Deyək bu müəyyən müddət Gürcü və Qarabağdan asılı edilib və onlara xərac ödəyibdir. Yeni taxta çıxan hökmdarların bu xəracı ödəməkdən, yəni Məhəmmədin kitabımızda yoxdur. Bu xəracı ödəməkdən imtina etdiyinə görə 1780-ci ildə hər ikisi hücum etdilər bura. Düzdür? Nəticə olaraq burada nə yarandı? İki hakimiyyətlik. Nədir? Bura həm Gürcülərin qoyduğu nümayəndə edərilirdi, həm də Qarabağ xanı İbrahim Xəlil xanın təyin etdiyi nümayəndə tərəfindən idarə olunurdu. İki dənə nümayəndə tərəfindən idarə olunurdu. Bu hadisə neçənci ilə qədər davam edibdi? Kitabımızın yazdığına görə 1783-cü ilə qədər 3 il davam edibdi. Bəs bu mübarizə nə təhər olubdu? Burada bunlar hər ikisi xalqı soyub taladıqlarına görə 83-cü ildə xalq üsyanı baş veribdi və üsyanın nəticəsində demək iki hakimiyyətlə son qoyulubdu. İndi çox vaxt uşaqların qarışdırdığı məsələdir Cavad xan. Cavad xanın hakimiyyət dövrü 1786-1804-cü ildir. Uşaqlar həmişə belə hesab edirlər. Gəncədə iki hakimiyyətlə kim son qoyub? Deyirlər Cavad xan. Halbuki Cavad xan iki hakimiyyətlə son qoyandan 3 il sonra hakimiyyətə gəlibdi. Ona görə bunu Cavad xana götürmək olmaz. Uşaqların ən çox elədiyi səhvlərdən biridir. Siz bu səhvləri eləməyin. Demək nə başa düşdük? Gəncə 1780 və 83-cü illərdə iki hakimiyyət altında olubdu. Həm Gürcülərin təyin etdiyi nümayəndə, həm Qarabağın təyin etdiyi nümayəndə buranı idarə edirdi. Lakin hər ikisi xalqa qarşı soyğunçuluq etdiyinə görə xalq üsyan qaldırıb onları devirir. 1786-cı ildə isə taxta Cavad xan çıxıbdı. Cavad xanın hakimiyyəti dövründə demək nə? Qazax Şəmşədil ərazilərini demək kimdən azad etmək siyasəti yürüdürdü? Gürcülərdən azad etmək siyasəti yürüdürdü. İlmin dövründə nələrdən danışmalıyıq ya da gələcəkdə nədən danışacaq? Bir neçə məsələ var. Bir, bunun Qacarlara tabe olmaq məsələsi var. Bu 1795 və 97-ci il yürüşlərində Qacarlara tabe olubdu. Burada yazmasa da demək ki, buraya yazaq Cavad xan, Cavad xan. Bunlar həm demək Qacarlardan 1795-ci ildə, həm də 1797-ci ildə kimlərdən asılı düşüb? Qacarlardan. Bunu orada geniş danışarıq. Sadəcə burada bilmək üçün deyirəm də. Bir də orada danışacağımız 1796-cı il məsələsi var. 96-cı ildə də demək Gəncə ruslarla əlaqə saxlayıb tabeçilik məsələsinə görə onu burada danışmıram. Valerian Zubovun yürüşü Qacarlar dərsində daha geniş danışaram. Onu ətraflı başa düşərsiniz. Amma bir dənə hələ ki yadda saxlayın ki 1795-ci il həm 97-ci il yürüşündə Qacarlardan asılılığı qəbul edibdi. 1804-cü ildə ruslar buranı, yəni Gəncəni işğal edib, onu da keçəcək gələcəkdə. 3-cü ildən hücumlar olur, Qruqov döyüş olur filan. İndi hələ ki sadəcə ümumi xanlıq haqqında məlumat veririk. 1804-cü ilin yanvar ayının 3-dən 4-ünə keçən gecə, yəni 3-ü 4-ü arasında Cavad xanın üzərinə hücum olunur və Cavad xan orada şəhid olur, xanlığı müdafiə eləyərkən. Və bundan sonra xanlıq ləğv edilir və Rusiya burada komendant idarə üsulunu yaradır. Xanlıq haqqında qısaca danışacağımız 2 dənə üstən məsələ də var. Xanlıqda pul kəsilirdi. 2 dənə əsas pul vahidi olubdu. Hansı? Bir Abbası, bir də var, o birisi nədir? Şahı. Abbası və Şahı adlı pullar kəsilirdi. Bunların üstünə Gəncə pulu yazılır. Başqa hansı? Bəli, Qarabağ xanlığında Pənahabadiyada pulun kəsilirdi. İrəvanda da qara pul, mis pul kəsilirdi. Onun haqqında da xanlıqların mədəniyyətini danışanda geniş danışacağıq. Hələ ki bildiyimiz məsələ odur ki, Gəncədə demək Abbası və Şahı adlı pullar kəsilirdi. Üstünə də Gəncə pulu yazılırdı. Gəncədə o lazım deyil.
Gəncdə başa düşmədiyiniz nəsə var? Keçək soruşun.